Salam ver, vaxtınız xeyir olsun əziz futbol sevərlər. Allianz Company şirkətinin sponsorluğuyla Qaraçuxur Çempionlar Liqasında sezonun nəhayət gözlənilən o derbi maçı, Aura Qaraçuxur maçı baş tutur bugün. Oyuncular bir-birleriyle görüşərkən biz də heyətlərlə sizləri təqdim edək. Aura komandasının heyətləri belədir: qapıda Rəşid, Elnur Allaverdiyev, Azər, Samir, Nurani, Tural, Elvin. Komanda kapitanı qismindədir Samir, Ayaz, Əli, Elşad və Ramin. Qaraçuxur komandasının isə heyətləri belədir: qapıda bir Azad, 27 kapitan Əli, 10 Elmar, 15 İbrahim, 7 Əskər Alişanov, 17 Eto ləqəbli Elvin, 24 Gökhan Kartal, 77 Böyüyağa Hacıyev. Okey. Quliyev daha doğrusu, Böyüyağa Quliyev. NF olaraq mavili ağlı formada Qaraçuxur komandası, göylü ağlı formada isə Aura komandası meydanda mübarizə aparacaq. Bir daha nəzərimizə çatıraq, Aura komandası liqanın vahid lideridir. Məğlubiyyətsizlik seriyaları hələ də davam edir. 19 tur, 19 qələbə. Baxaq görə ikinci yerdə yerləşən Qaraçuxur komandası bu maçda o məğlubiyyətsizlik seriyasını sona çatdıracaqmı? Bunu artıq bizdə zaman göstərəcək. Əli topladı. Qaraçuxur komandası hücum əmrəsi izləyə bilərik. Gökhan Kartal yenidən Əli ilə oynadı. Solsuna Elmar. 3 nəfərin atəsində idi. Böyüyağa Quliyev, Əskər Alişanov oynadı. Əli. Gökhan Kartal. Əli. Əskər Alişanov, Elmardan tək toxunmuş götürmə. Quliyev. Yenidən Əli. Sağsına Elmar. Zərbəyə blok qoyuldu. Böyüyağa Quliyev. Quliyevin qarşısında Tural var. Solsuna Gökhan Kartal. Nurani ilə üz-üzə. Ciyakanlava ötürməsi Quliyevdən tək toxunuşda ötürmə imkanına çatmır. Maçın ilk dəqiqələrində Qaraçuxurların topa üstünlüyü var. Sahibi olmalı və gol! Kapitan Qaraçuxurlar Əli Sabatçır. Maçın ilk dəqiqələrində Qaraçuxur komandası minimal fərqlə önə keçir bu derbidə. Ani gözlənilməz oldu bu gol, bu hücum. Elşad uzaq məsafədən zərbə indirir. Kalkiper yerindədir. Bəyənmə sürəti maksimum. Yoldaşlar, bəyənmə sürəti maksimum. Azər ötürməsinə blok qoydular. Bir qədər çətin mövqedə Əli orada rəqibinə toxduraraq topu meydandan kənarlaşdırır, amma son toxunuş kapitan Əlinin özündən olur. Korner. Seriyə doğru bir asma gəldi. Turaldan başla ötürməyə Elşad. Azərə gəldi top. Qüvvətli zərbə indirir. Blok öz Gökhandan idi. Böyüyağa Quliyev. Xeyr, 19 turun heç birisi məğlubiyyət yoxdur. Heç hissələri belə yoxdur. Böyüyağa Quliyev. Ötürmə mərkəz doğru Elmar. Ötürmələrlə müdafiədən Qaraçuxurlar çıxmağa bacarırlar yanında. Gökhan Kartal amma anlaşılmamazlıq oldu bir qədər. Elşad topladı. Sağsına ötürmə gəldi. Azər. Rəşid oynadı. Və out. Artıqlamasıyla bəsdi. Sürətli şəkildə. Samir. Samirin zərbəsi və Nurani gözləmədi bir anlıq topunu önünə düşəcəyini. Bir dəqiq oynadı o epizodda. Qapdan zərbə. Artırın bəyənin sürətini. Artırın. Kapitan Əli maçda yeganə qolun müəllifi topladı. Azadla oynadı. Əskər Alişanov. Qarşısında Elnur Allaverdiyev var. 2 nəfərin atəsində deyindi. Alişanov. Elnur Allaverdiyev, Alişanov mübarizəsində hələ ki Alişanov qalib ayrılır. Böyüyağa Quliyev. Quliyevin ötürməsi Alişanov. Gökhan Kartal üçün saxladı topu və top meydanı tərk edir. Out. Elnur Allaverdiyev. Kalkiper Rəşid oynuyor. Uzun ötürmə Rəşiddən və out. Qaffarlı təşəkkürlər.
Hədiyyələr hədəfdən gəlsə, minnətlər olarıq. Hamı canlı yayımı paylaşıb, bəyənməyi unutmasın. Səhifəmizi izləməyənlər varsa, yuxarıda İllər adının yanında izləyin butonu var. İzləməyi mütləq yadda saxlayın. Üstad, bunları bildir. Yazılı şəkildə. İzləmə, bəyəni, paylaşım. Və bu arada qarşıqların hücum əmləti uğursuz alındı. Rəşid Nurani ilə oynadı. Əlidən təzyiq var ona qarşı. Qarşıqlar qaydalar çərçivəsində topu rəqibini alır. Əlidən Ziyəqan ötürmə böyüyə Quliyev. Quliyevdən Gökhan Kartal istiqamətini ötürmə Deyqanla. Yenidən Quliyev. Quliyev zərbə qapının üzərinə keçir. Qaptan zərbə ilə top oyuna daxil olacaq. Əskər Alişanov. Yanında Böyüyə Quliyev. Çıxa bilmədi 2 nəfərin atəsinə. Avra komandası topu qazanır. Azər yaxşı fırlandı. Sağsına ötürmə Tural. Avra komandasına hücum əmləsi. Nurani. Ram edə bilmədi topu. Hələ ki Avra komandası liqanın vahid liderləri 19 tur məğlubiyyətli qalibiyyət seriyası hətta deyək. Göstərən həmin o liderlər oyuna adaptasiya ola bilməyib. Qaraçuxurlar çox templi başlayıblar. Kompakt oyun da nümayiş elətdirilər. İstər mərkəzdə, istər müdafiədə. Out yerinə yetirir Gökhan Kartal. Əskər Alişanov oynadı yanda. Geriyə çəkilir. Böyüyə Quliyev. Əskər Alişanov. Alişanov ve gol! 2-0. Qaraçuxurlar önə keçir. Alişanov uzaq altılığa indirdiyi zərbəni qalkiper Rəşid nə gedir çalışsa belə qarşısına ala bilmədi. Gələcəkmi bugün o qırılmaz qalibiyyət seriyası? Qırılacaqmı bugün Avra tərəfindən? Artıq bizə zaman göstərəcək. Hələ ki gedişat ora doğru gedir, lakin bu bir futboldur. Top yumrudur. Meydanda oyuncu sayı bərabərdir. Hər an, hər şey ola bilər. Yeni gələnlər, hər biriniz xoş gəlib, səfa gətirmişsiniz. Səhifəmizi hələ də izləməyi almayanlar, yuxarıda İllər adının yanında izləyin butonu var. Səhifəni izləməyi almağı mütləq şəkildə yaddan çıxartmayın. Maksimum canlı yayımı paylaşaraq bəyənini, dəstəyinizi əksik eləməyin. İndidən hər birinizə təşəkkürlər. Kapitan topladı. Və son toxunuş Turalın özündən də qaptan zərbə. Böyüyə Quliyev. Əskər Alişanova gəlir top. Alişanov Samirli üzrə. Solsuna ötürmək Gökhan Kartal. Kartal sürətləməyə çalışır sol sınaqda. Samir qarşısına aldı onun. Yeni hücum davam edir. Zərdən kritik müdaxilə gəlir bu ötürməyə. Tural. Samirdə qoşular sağ sınaqdan və Nurani. Top meydanda qalmır. Out. Müdafiə arxasına planlaşdırmış ötürmək. Nurallah Verziyev. Quliyev istiqamətinə gələn ötürmək qarşısına alır. Out. ...370 nəfərin içərisində bəyəni sayısı çox zəif. Və Avra komandasında dəyişikliklər var. Elvin meydana daxil olur komandanın əsas oyuncularından və kapitanı. Həmçinin də komandanın ən gənc oyuncusu Əli də meydandadır. Bu dəyişikliklər lazım idi Avraya mütləq şəkildə. Bu arada bir qədər riskli hərəkətlər Rəşiddən diqqət olmaq lazımdır və golkiper bu səhvi sığortalayır. Bu refleksi ilə Azad ötürmə gəldi. Əskər Alişanov bomboş idi sol sınaqda. Azərba qarşısında sıyrıldı bir rəqimlə ötürmə gəlir və golkiper blok qoyur. Yaxın küncə. Kün zərbəsi yerinə getirilir. Alişanov topun gerisindədir. Geriyə doğru Gökhan Kartal. Tamamilə geriyə çəkildi. Azad.
Uzun ötürmə Böyük Ağa Quliyevə deyildi və Allahverdiyevdən top kornerə yollanır. Gökhan Kartal qapısı ilə oynadı. Azad. Sağsına ötürmə. Ayazdan zərbə gəlir və qapısı yerindədir və Avra komandası heyətinə Ayazda meydana daxil olub artıq. Əli. Ötürmə gəldi Elfinə. Elfin. Enten Ayaz Avra komandasına hücum əmləsi. Hücum davam eləyir. Ayaza gəldi. Top qarşısında Böyük Ağa Quliyev var. Azərlə oynadı. Əli. Zərbəsinə blok var Kartaldan. Bəli, bu təzyiq nəticəsində out qazanır Avra komandası. Ayaz. Əli ilə üzrə. Ayaz çəkdi sol ayağına. Zərbə endirir. Top toru yandan silkələyir. Aslı bir fürsət. Şerayşanov, Enur Allahverdiyev qarşıladı ötürməni. Allahverdiyev zərbəsi. Qapıdan yan keçir. Qapının yanında izləyin butonu var. Səhifəni izləməyə almağı unutmayın. Maksimum bəyəni və dəstəklə. Şunlaşdırır. Yox. Böyük Ağa Quliyevin pasini yazılır. Enur Allahverdiyev qırmızı vərəqə. Və Tural. Avra komandasının nömrəsi də sarı vərəqə ilə cəzalandırırlar. Bir qədər gərginliklər yaşandı maçda. İndi isə maça davam. Gökhan Kartal. Əşlə gəldi top. Oyun təzə başlanmışdı. Və auto yollanır top. Azad. Gökhan Kartal. Gökhan bir pauza gəlir. Əli var idi qarşısında. Sol sınaqla oynadı. Birdən Kartal. Keçmədi Gökhan'la ötürmə. Elfin topla. Sağsına ötürmə Əli. Şerali Şanov. Şanov ötürməsi ünvanına çatmır. Out. Elvin. Azərlə oynayır. Azər. Ziyaka ötürməsi sağsına. Əli sıyrılır bir reyvindən. Ayazın oynadı. Elmar var qarşısında Ayazın. Yox, top ayağına dolaşdı. Böyük Ağa Quliyev. Sol sınaq. Paralel şəkildə ötürmə gəldi. Elmar. Geridə götürmə alınır. Avra komandasına ekşi məmləsi 3-3 gəliblər. Elfindən sol sınaq ötürmə. Ayaz. Şerayşanov var idi qarşısına amma geridə alınır onda ötürməsi. Böyük Ağa Quliyevdən teşdə olmuşdu. İbrahim. Qapıcı. Qapıcı Rəşid. Vaxtında müdaxilə edir. Out. Azər. Gökhan Kartal'a gəldi top. Ayaz. Əli. Əli zərbə indirdi top qapının üzərinə. Keçir qüvvətli zərbədə malik oyuncudur. Hakim elə ki, çərçivəyə tuş gətirə bilməyir. Kobul səhv. Ayaz və dirəkdən top geri dönür. Ekşi məmləsi qarışqır komandasına İbrahim. 3-3 gəliblər. Sağsına ötürməsi Şerali Şanov və gol! İbrahim 3-0 edir hesabı. Qaraçuqurlar artıq 3-cü cavabsız gol gəlir onlardan. Azər, Yantəli. Enidən Azər. Rafi arxasına doğru ötürmə Elfin qəbul etdi. Elfin və Azad imkan vermir. Həm də Elfinin top ayağına yaxşı oturmamışdı. Elmar. Hərkəsdə İbrahim qəbul edir. İbrahimdən bir reyl gəldi. Samir ilə üstüyə sürət etməyə çalışıyor və Samir. Əli təcrübə yenə də sözünü deyir bu epizodda. Samir. Elfin. Loko ilə ötürmə. Korner. Samir.
Sağsa Azər. Türməsi imkanına çatmır. Out. Aramızda hələ də səhifəmizi izləməyə almayan dəyərli izləyicilər var. Çox çətin bir proses deyil. Tam elə ekranın yuxarısında idarə adının yanında izləyin butonu var və bu arada Qaraçuxurlardan daha bir hücum əməsi gəlmiş Doğrustanlı. Hələ o izləyin butonundan səhifəni izləməyə alsınız. İndidən hər birinizə minnətlarımızı bildiririk. Elfin ötürmə gəlir. Ayaz. Və Gökhan Kartal uzaqlaşdırıb topu. Out. Açın canlı yayımı bəyənərək, paylaşaraq dəstəyinizi də əsirgəmin yeni yoldaşlar. Gökhan Kartal Əsgər Alişanov oynadı. Elmar top itisi var Qaraçuxurlardan. Samirdən tabanı ötürməsi Azərə. Elfin yaxşı qəbul edir zərbəni və Azad. Yenə də qol azadlığı vermir qapıda rəqiblərinə. Elfin reytlər yaxşı alınır. Elfin. Sonluq qolla olmur. Əsgər Alişanov və korner. Təzə üçün zərbəsi. Samir. Out. Geriyə çəkildi. Müdafiə arxasına planlaşdırmış ötürmə. Əli qəbul edə bilmədi topu. Rekord bu deyil qardaşım. Rekord 1000-dən yuxarıdır. Ayaz. Türməkdə. Zərbə dirəkdən qaydır top. Belə bir fürsət qaçmaz. Ay Qəlbidaş. Böyük Quliyev. Əş hücumda bir anlıq soyuq duş yaşadır Avrallara. Gökhan Kartal. Azər qaydalar səsirəsindən top alır ondan. Avra komandasına hücum əmrəsi izləyə bilərik. Ayaz. Samir sağ sınaqda əlini yaxşı gördü. Ötürmə qeyri dəqiqanlar. İsə Qaraçuxur komandasına hücum əmrəsi. Böyük Quliyevin zərbəsi dəf olunur. Şir qapısına diqqətlidir. Əli solsuna ötürmə. Təhlükəli gəlir Avra komandası. 20 mindən solsuna ötürmə gəldi. Elfin. Belə fürsətlər sağa sola xərclənməməlidir. Belə fürsətlər sağa sola xərclənməməlidir. Azad isə təbii ki, qapçı olaraq Azada söz yoxdur. Hər iki qalkiper meydanda. Eğitim də təcrübəli qalkiperlərdə bu arada Ekşüməlisə Kovut səhv. Elfin. Yox, Azada belə zərbələr çətin bu məsafədən. Azərin zərbəsi toxunuş var Alişanovdan. Əsgər Alişanov. Yanda Böyük Quliyev də oynadı. Paralel ötürmə gəlir mərkəzə doğru. İbrahimdən solsuna Gökhan Kartal. Blok qoydu Eşat zərbəyə. Elfin fırlamasına imkan vermədilər heç. Alişanov tamamilə geriyə çəkilir. Azər, Samir, Ayaz. Yeniden Samir. Alta yolanda top. Baxaq Samir oyun öncəsində çox deyirdi. Bu oyun bizimdir deyə. İntriga var idi, onda var idi. Ümumiyyətlə Avra komandası zaten ligada çempion qismdədir. Yox. Elvin zaten bir qırmızı vərəqə var. Diqqətli olmaq lazımdır. Miri təşəkkür. Alt yerinə yetirəcək Avra. Avra komandası zaten rahatdır. Ligada çempiondur. Play-off'a rahat mərhələ qazanacaq. Vahid liderdirlər. Oyunun intrigası isə bu derbi idi. Mərkəzi qarşıdurma intrigası var idi. Birinci və ikinci yerlər arasında heyətlər kifayət qədər yaxşı heyətlər malik iki komandalar. Məğlubiyyətsiz seriyası var idi Avra komandasına. Qaraçuxurlar isə bu seriyanı qırmağa çalışır. Hətta qalibiyyət seriyası. Qaraçuxurlar isə ikinci yerdə yer alır.
Səhv etmirəmsə, liqada bir məğlubiyyətləri var. Bu arada daha bir hücum əmləsi İbrahimə zərbəsi dəf olunur. Elmar. Təzyiq var Ayasan'a qarşı. Çıxa bilmədilər müdafiədən. Avra kanalına hücum əmləsi ara ötürməsi yaxşı aldı. Elvin! Gol! 3-1. Nəhayət Azadın o cadusunu pozur Elvin. Bir cəhdi ilə aldadır, ikinci cəhdi ilə topu tora qovuşturur. Elvin 3-1. Bax bu gol psixoloji üstünlüyü yenidən əldə etmək üçün mütləq şəkildə lazım idi. Auraya. Azər. Belə qaldı. Oynayırdı. Samir. Ayazlı oynadı. Sağ üstünə ötürmə Elfin qəbul edir. Elfin. Zərbə mövqeyini imkan vermədilər ona. Təzyiq var ona qarşı. Hələ də topla irəliyir. 2 rəqimli gərdə qoy ötürmə Ayaz. Ayazdan bir deyil gəlir. Yox, top meydanı tərk edir. Out. Və bu arada Kobul səhv Eto'dan. Bəxti gətirib bu epizodda. Eto topladı. Eto itirir topu. Elşad. Seçdi sağ ayağına. Yox Elşad. Yox Elşad. Qüvvətli zərbələr malik oyuncusu da Elşadda. Lakin nədənsə mənə elə gəlir ki, Azada belə məsələn və Kobul səhv. Eto və bu səhvi Rəşid bu seyvi ilə sığortaladı. Şəranov top itsə, aradan üstü məmləsi, Samir, Ayaz, yox, və qayda ponusu qeydə alınır. Ayaza qarşı Elmardan çobudluq var. Arada pis səsləndirilir, 3 nəfərin ibarət canlı səhv qurulub. Elşad təhlükəli zərbə indirmişdi, top çərçivədən azacıq fərqlə yan keçir. Maksimum canlı yanılma paylaşaraq bəyənimizi eksik eləməyən. Bu arada yenidən İbrahimdən top ikisi. Samir blok qoydular ötürməsinə və küncdən zərbə. Aurallar yavaş-yavaş özlərinə gəlirlər. Nurani. Təzyiq var. Əskər Ayşanovdan Nuraniyə. Samir divar pası vurusu sənin olur. Elman təşəkkür. Gökhan Kartal. Azad oynadı yanda. Uzun ötürmə Azaddan. Elşad, yenidən Azər. Ötürmə Deyqanlar, Nuraniyə fırlandı və Elmar qaydanı pozub. Qaydanı pozub artıq bu neçənci dəfədir. Bu neçənci dəfədir Elmar tərəfindən qaydalar pozulur. Vərəqə gəlmir hələ də. Təhlükəli nöqtədir hesab fərqini minimala indirmək üçün. Səsləndirdi Azər topun gerisində. Yenidən 3 nəfərli canlı səd qurulub. Azər və Eto blok qoymuşdu. Üçüncüdən zərbə. Yox, qaptan zərbəyə işarə edir hakim. Gökhan Kartal. Top içsi və qayda pozulub. Gökhan Kartala qarşı. Gökhan Kartal isə Nuraniyə bildirir ki, yəni heç nə yox idi orada deyə. Hakim ikinci qayda pozulub. Rəqibin formasından geriyə çəkildi Nurani. ...600 nəfər adamın bəyəni sayısı həddindən aşağı pasiv görsənir yoldaşlar. Alt yeri yetirir Aura komandası. Azərdən uzun diaqonal ötürmə, ünvansız ötürmə meydanına tərk edir. Və beləliklə ilk hissədə yekunlaşır. İlk hissəni qaraçıqırların 3-1 hesablı üstünlüyü ilə yekunlaşdırdıq. Növbəti hissədə qısa fasilədən sonra görüşmək ümidi ilə hələlik deyirəm. Bir daha vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq derbi maçında ikinci hissə start götürür. İlk hissəni Qaraçıqır komandasının 3-1 hesablı üstünlüyü ilə yekunlaşdırdıq. Aura komandası ilə mübarizədə baxaq görək. İkinci hissədə vahid liderlərdən geri dönüş gələcəkmi? Yoxsa Qaraçıqırlardan qol və ya qollar davam edəcəkmi? Bunu artıq bizə zaman göstərəcək. Qaffarlı təşəkkürlər. Artırın, bəyəni sürətini maksimum sürətdə artırın.
Əli. Ötürməni Azər qarşıladı. Samir oynuyor. Ötürmə Alto yollandı. Qafarla təşəkkür. Nə deyirsən Zaur? Mən nəsən? Mən bildiyim Zaur da bu TV Zaur deyəsən. Əli. Teş toxunuşdu ötürmə solzuna. Gökhan. Elşad. Elşad yaxın güncə zərbə Azad imkan vermir. Eto. Azər. Tümə gəldi, başda qarşılandı. Gökhan. Əskər Alişanov oynadı yanda. Yenidən Gökhan Kartal. Paralel ötürmə Eto istiqamətində. Azər. Əksima sıxmağa çalışır. Aura komandası. Sol sınaqda Samir qəbul etdi topu. Böyük Quliyev var idi qarşısında. Elşad oynadı geriyə doğru. Elşad birbaşa qalxmır şanaladı. Yox, alanmadı bizə. Böyük Quliyev, Cəkan ötürmə Əskər Alişanov. Gökhan Kartal, yenidən Alişanov. Out. Şanovdan hava ötürməsi Əli qəbul etdi sağ sınaqda. Elşad. Elşad reydi yaxşı alındı. Sağ sınaq. Tural. Tural zərbə indirdi yaxın küncdə. Qapını üstünə bağladı Azad. Turalın. Korner. Aleyküm salam yoldaşlar. Digəri sonra uyğun olsa əgər. Söz vermirəm. Azər. Zərbə yaxşı alınmadı. Eto. Seralşan oğlan divar pası uğurlandı. Eto. Və sürüşmə fəndini işə salır Elşad. Gökhan Kartal. Qüvvətli zərbə edilmişdi amma top qapının üzərinə keçdi. Salam deyir Əliyev sənə. Əli. Qaralı bəyəvə. Böyük Quliyev. Quliyev. Sağzına. Alişanov. Alişanov. Sevdilər topa. Rəşid. Müdafiə arxasına doğru ötürmə. Nurani. Yox, qəbul edə bilmədi topu. Kim çıxmır? Əskər. Out. 100 nəfərdən belə bir bəyənə sürəti çox passivdir. Gökhan Kartal. Tamamilə geriyə çəkilir. Qalkiper ilə oynadı. Azaddan tək toxunuşda ötürmə Kartal. Yenidən Azad. Yenidən Gökhan. Azad. Təzyiqlər artır. Azər ötürmə etdi. Nurani. Yox. Bu qədər fürsətlər qaçarmır. Belə 100%'lik gol şansları heç qaçarmır. Belə bir derbi maçında. Bu arada Eto nereydi? Eto'dan ve Elşad. Qaydalar çərçivəsində topu alır. Yanında Samir oynadı. Böyük Quliyev. Quliyev çəkdi sol ayağına. Zərbəyə blok qoyulur. Azər yaxşı fırlandı. Qayda pozusu yoxdur hakim fikrincə. Azər ötürmə gəldi. Bu bir növ zərbə xarakteri daşıyan bir ötürmə idi. Əksüm əmləsi. Eto. Çata bilməli topa. Onlar ehtiyatda qalıblar. Elvindir. Niyə? Gökhan. Böyük Quliyev. Sağza. Eto. 4-1. 4-1 Qaraçuxurlardan növbəti gol gəlir. Bax, futbolun yazılmamış qanunu. Bəli, bu yazılmamış qanundur. Belə fürsətlər sağa, sola xərclənər. Bəli, yazılmamış o qanun. O misal yada düşür. Vurmayanlar vurarlar misalı işə düşür həm də. Əli.
Şuna geldi İbrahim. İbrahim sürətləndi və ötürməyə toxunuş edən yoxdur. Əli. Əlidən qüvvətli zərbə qapı tirindən geri qayıdır top. Nurani. Ötürmə. Tural 4-2. 4-2. Tural hesab fərqini yenidən 2 topa indirir. Hələ maç bitməyib. Maç bitməyib. Heyəti düzgün bırakmıyor. Gökhan Kartal. Azad. Alişanov. Azər qarşıladı. Yenidən Gökhan. Gökhan Kartal tamamilə geriyə çəkilir. Azad. Sağ ötürmə Böyük Quliyev. Sağa baxır. Sola ötürmə edir. Gökhan. Çəkdi sağ ayağına. Yenidən Böyük Quliyev. Top qapıdan yan keçdi və qapıdan zərbə. Əli. Ayaz. Yaxşı fikir idi. Ötürmə. Tulalın zərbəsini Azaddan. Mükəmməl refleks gəlir. Korner. Ay. Gəlmişdi o fürsət. Azər. Azərin zərbəsi və daha bir ikinci zərbəsi. Toxunuş var idi. Oyuncular girən kimi necə artdı temp. Mən dediyim yox, ümumiyyətcə onların potensialı olur. Belə, Tural heç olmasa. Tural girən kimi vurdu, ayazdı, tempi qaldırır. Gökhan. Kimi gəldi İbrahim. Və qaydana posu Azər İbrahimə qarşı. Gökhan. Sağ saxla oynadı. Əli. Böyüğa. Tamamilə geriyə çəkilir. Uzun ötürmə Azər. Sərvət, təhlükəli oyun var. Azərə qarşı. Gökhan Kartal. Alt kazanır Havra. Əli zərbə indirir, adaşı blok qoydu. Daha bir ötürmə gəlir. Alişanov qarşılayır. Alişanov 2 nəfərin atəsinə sıyırlar. 3-cü rəqimdə keçir. Əskən Alişanov qapçı imkan vermir. Yaxan da ötürməsinə blok qoymuşlar. Hücum davam edir qarşıqlardan. İbrahim zərbə mövqeyi, qüvvətli zərbə qapı tiri. Bax bu əsil, bu soyuq havada soyuq duş idi Avra üçün. Tavan ötürməsi Əli. Quliyevin təzyiqi davam edir Əliyə qarşı və indi isə qayda pozulub. Nurani artıq boş qapılar. Daha doğrusu zərbə mövqeyləri 100% qol epizodu qaçdı, səhvlər. Bugün Nurani heç amplasında deyil. Böyük Quliyev yaxın ikinci endirilmiş zərbədə qeyri dəqiqliyi var. Gücdən zərbə yerinə yetirəcək Avra komandası və Qaraşlı Avra stadionda. Əlinin zərbəsinə blok gəlir. Tabi ötürmə Azər qəbul etdi. Azər zərbəsi və Azad tərfili yer uzaqlaşdırdılar müdafiədən Qaraşlılar topu. Bax, Kovut səhv. Əskər Alişanov son anda ayaz satdırdı özünə. Gökhan Kartal, ötürmə gəldi İbrahim. Qaydana pozu Bayazına qarşı hakim üstünlüyü prinsipə əməl elədi bu epizodda. İndi İbrahim sağ saxlı oynadı. Gökhan Kartaldan bir pauza gəlir.
Və son anda Tural sürüşmə fəndini işə salır. Hakim oyunu saxlayır. Böyüyağı Quliyevə göstərdilər. Uçlarını bağlayırdı və indi isə oyuna davam. Əlidən gəlişinə zərbə və daha bir zərbə indirildi İbrahim tərəfindən. Çərçivəyə yan keçmir. Əsil devirdi, bəli. Əli qəbul etdi topu. Alişanovun təzyiqi var ona. Əli. Keçmədə ötürməsi Əli. İndən Tural. Qaraçıqlı Çempionlar Liqası adına keçilən turnirdə yollaşdı. Ayaz. Mükəmməl reykəli Ayazal və arxa dirəklə qayıdır top. Oy oy oy. Gökhan Kartal. İbrahimin önünə doğru hava ötürməsi. Azər. Ayaz. Əli. Ayaz. Gökhan Kartalın təzyiqi davam edir Ayaza qarşı. Qaydana pozub Ayaz Kartala qarşıda. Moderatorlar Sabitin. İbrahim. Elmar. Elmar 2 nəfərin atəsində yaxşı sıyrılır və Rəşid aman vermədi. Tural. Azər. Bitirmə Elfin qəbul edir. Elfin. Fırlanda sağ saxla. Əli. Və qapıdan zərbə. Gökhan Kartal. Kartalın ötürməsi. Ümansız və meydanda tərk edir. Kifayət qədər vaxt var, kifayət qədər. Hələ əsas 50-ci hissənin yekunlaşmasına 12 dəqiqə var. Elfin. Elfin təhlükəli zərbə indirmişdi. Sağ 9'da düşmüşdü, lakin top qapıdan yol keçir. Əli. Çəkdi sağ ayağına. Əli. Bəli. Şeylərinə, ilk sənə son ortalarında qırmızı vərəqəyə cəzalandırıldı. Elmar. Buna gəldi Əskər Alişanov. Azərlə Çinci ilə mübarizəsi. Alişanov. Çəkdi sağ ayağına. Qüvvətli zərbə. Qapı dirəyi ilə top geri dönür. Və əhsən. Bu təzyiqdən çıxdılar. Bravo Qaraçıqır, bravo. Həqiqətən afərin. Amansız təzyiq var idi. Ayaz zərbə edilir. Azər yenə də qapısına diqqətlidir. Rəşid çatdırdı özünü. Out. Gökhan Kartal. Qapısı qoyunlar. Azad yerdə Gökhan. Müdafiə arxasına doğru ötürmə gəldi və qapısı həmkarına gəlir elə top. Out. Ayaz. Çəkdi sağ ayağına. Zərbəsinə blok var. Korner. Elfin. Daha bir out. Geriyə çəkilir Əli. Yaxşı fırlandı Əli. Özü də zərbə indirir. Ona nefik idi Azaddan. Daha bir zərbə. Samir. Ay Samir. Süvari zərbə indirmişdi. Qeyridə alındı. Bir anlıq təhlükə yaranır. Qaraçıqlının zərbə meydancasında. Elfin. Pasifinə sarı vergə yazılar. Hakimə qarşı sərt etirazlarına görə. İbrahim. Out. Buna gəldi. Samir. Zərbə yaxın üzərindən keçir.
Azadın ötürməsi Böyüağı Quliyev. Əskər Alişanov. Təzyiq var Alişanova. Azər. Ayaz oynadı. Ayaz. Ayaz bir anlıq komanda yoldaşı olduğunu zənd elədi. Baxmırdı yanlış oyuncuya. Out. Faul yarar gəlir. Türmə. Samir zərbədir. Azad. Bir anlıq yerə toxunan top havalanır. Üzü ilə, başı ilə qarşısına aldı bu zərbəni. Fənələ də izləməyə almayan, canlı yayın paylaşıb bəyənməyən qəlbi daş izləyicilər. Siz super aktivlik edə bilirsinizmi? Uzun ötürmə Azad. Azər idi daha doğrusu bu. Elfin. Samir ve gol! Dördüz. Hesap vergi minimalıdır. Nihayet Samir topu tora qovuşturdu. Bir neçə cəhd etmişdi. Alınmırdı. Hə? Son 7 dəqiqə yarım. Kifayət qədər fərq var. Vaxt var daha doğrusu. Çobul səhv var Elmardan. Ayaz. Qaydalar çərçivəsində səhv müdaxilə var idi. Elfin və Elmar. Onun da müdaxiləsi sərt şəkildə belə olsa qaydalar çərçivəsində idi. Hakimiz fikrincə. Temp mütləq şəkildə qalxacaq. Bərabərlik qol vaxt arasında olan Aura. Orada Elfin zərbəsinə blok qoyuldu. Hücum davam edir Aura komandasından. Ayaz yanında Azərlə oynadı. Alt yerinə yetirəcək Aura. Ötürmə Əli qəbul edə bilmədi topu. Qaptan zərbə. Mövsümün derbisidir və komandalara time-out götürür. Time-out yekunlaşdı. Yenidən oyuna davam. Eto. Quliyev topu itirir. Avrupa komandası ekstrümeresi. Əli. Neye sarı yolluyor? Eto'nun zərbə mövqeyi imkan vermədilər və topla meydanı tərk edib. Uzun ötürmə. Elmar vaxtında çatdırdı özünü. Out. Yox, Elvin Eto. Böyüağı Quliyev. Ayaz. Qaydalar çərçivəsində müdaxiləsi var idi onun. Ayaz və out. Eto ötürünə alınmışdı ama. Əli topladır. Karşısında Elmar var. Əlidə qüvvətli zərbə top qapının üzərindən keçdi. Böyüağı Quliyev. Paralel ötürmə gəldi. Gökhan Kartal. Elfinə təzyiq var ona qarşı. Kartal bir pauza gəldi. Uzun diagonal ötürməsi. Azər qarşılayır. Yanında Əli ilə oynadı. Çobud səhv Əlidən və Rəşid bu səhvi ortaladı. Nə oldu axı Əli sənə? Rəşid uzun ötürmə edir. Gökhan Kartal qarşılayır başla. Əskər Alişanov və qayda pozulub Ayaz tərəfindən Alişanova qarşı. Səsləndirilir. Eto topun gerisindədir. Eto qapı tirindən top meydanı tərk edir. Elmar, Gökhan Kartal.
Təhlükə soğuşdu. Aura komandası üçün. Uzun ötürmə gəlir Elvin istiqamətində. Elvin sıyrılır, Elvindən ötürmə gəlir. Rəşad Adamın ötürməsi. Samir. İmkan vermədilər ona. Əksü məmləsi Qaraçuxur komandasından. Əskər Alişanov. Yaxşı görür Eto'nun sağ zata. Yenidən Alişanov. Gol! Əskər Alişanov alıştırır meydana. Yenidən canlandırır komandanı 5-3. Hesab fərqi 2 topa qalxır son 3 dəqiqədə. Cəxan oturmaya və Azad. Elvinin necə fikrini yayındırır bir bədən reaksiyasıyla. Eto. Soza. Gökhan Kartal. Eto. Zərbəsinə blok koydular. Əksi məmləsi Aura komandasına Ayaz. İzlidən sayağı dönüş gəlir ondan. Qayda pozuldu. Elmar tərəfindən qayda pozuldu. Elvin adı. Tanrı. Səsləndirildi. Ayaz. Canlı sətdən qayıtdı top. Əskər Alişanov sağ sürətdən də İbrahimlə oynuyor. Top ayağına dolaşdı İbrahimin. Samir. Out. Bəli, sol atın. Deməyə almayanlar. Bu maçdan sonra Qaraçuxur Çempionlar Liqasından sonra, yəni Qaraçuxur Avro Liqanın mərkəzi qarşıdurmasıdır. Bu maçdan sonra. Ağlı bir maç var. Və time-out ayrılır komandalar. Time-out yekunlaşdı, yenidən oyuna tamam. Son dəqiqələrdir. Nəfəs kəsici son dəqiqələr. Faul qərarı gəldi. Avroliqanın mərkəzi qarşıdurmasına olan oyuncular. Yazın bura kimlər oynayır. Və Nuraninin zərbəsi qapının üzərindən keçdi. Eto. Top ayağına oturmadı. İndi isə ötürmə gəlir və bu da son nöqtə. Son nöqtə 600. Qaraçuxur komandası nəhayət Aura komandasının 19 turluq qalibiyyət seriyasını qırırlar. Artıq bu maçın bitdiyi, məğlubiyyətin gəldiyi deməkdir. Aura üçün 6-3 bitdi. Amma hal-hazırda liderliklərini qoruyurlar təbii ki. Hal-hazırda da Aura komandası lider qismləri. Playoff mərhələsinə mütləq şəkildə adlayırlar. Bitirəcəkləri heç nə yoxdur. Nurani. Bitirmə gəldi. Elvin çəkdi sol ayağına. Çox çəkdi və hakim oyunu saxladı. Vara müraciət olunur. Və beləliklə bu maçdan da final fiti səsləndirilir. Maç yekunlaşır. Bu derbidə Qaraçuxur komandası 6-3 hesabı ilə qalib gələrək 3 xal aktivlərinə yazdırırlar. Və bu maraqlı derbi maçında da oyun boyunca sizinlə mən idim şəxsiniz Heydər Hüseynli. Növbəti maçlarda və növbəti turlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.